Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə Novruz atributlarını hazırlayacağım. Gil xəmirindən hazırladım, seramik gildən də olar. Bundan öncəki videomda xəmirin hazırlanması və satışda hazır formada əldə edilməsi haqqında ətraflı video çəkmişəm. İstəsəniz buyurub izləyə bilərsiniz. Belə rəngli yumurtalar var və digər atributlarımız. İlk olaraq paxlavadan başladım. Hazırlanması çox sadədir. Sizə lazım olan sadəcə olaraq bir bıçaqdır ki, paxlava formasında gil xəmirini kəsəsiz. Belə deyək, əvvəlcə sadə formada xəmiri yayırıq və qalınlığı istədiyiniz formada seçə bilərsiniz. Çox qalın da olar, biraz nazik də olar və kənarlarında bıçaqla bu formada kəsimlər atırıq ki, qat-qat yuxaya bənzəsin. Kəsimləri iki cür olar. Həm tək-tək kəsmək formada, yaxud da bıçağı yan tərəfə tez-tez bu formada batırmaqla. Mən adi halqa ilə ilk öncə bu formada qəlib çıxartdım və ortadan böldükdə tam şəkərburoya bənzəyir. Kiçik olduğuna görə kənar hissələrə biraz işləmələr çətindir. Çünki şəkərburanın kənar hissəsinə 2 ədəd incə şəkildə tel hazırlayıb vururuq. Amma çox kiçik miniatürlərdə biraz çətinlik çəkmək olur, gildə qırıla bilir. Onda deyim ki, gil xəmirində elastiklik yoxdur, amma seramik xəmirdə elastiklik var və rəngli xəmirlər əldə etmək mümkündür. İstəsəniz eyni bu formaları seramik xəmirdən də hazırlamaq olar. Görsəniz gil xəmiriniz bitişmir, arada əlinizi suya batırın. Qoğal üçün sadəcə yumru top hazırlayırıq və əlimizlə orta hissədən bu formada yastılayıb qoğal formasını əldə edirik və yenə qat-qat lavaş formasını, yuxa formasını vermək üçün sadəcə cızıqlar çəkirik. Qoğalın orta hissəsindəki çörək otuna bənzər formanı adi qurumuş gili əlinizlə ovmaqla əldə etmək olar və yapışdırmaq üçün sadəcə suya batırdım. Sudan istifadə edirik. İndi isə başlayırıq səmənini hazırlamağa. Burduqda sına bilər, heç də narahat olmayın. Sadəcə arada əlinizi suya batırın ki, yumuşalsın, asanlıqla forma verə biləsiniz. Orta boşluğa əlavə gil yerləşdirdim. Və kənar hissələri bükəndən sonra bu formada diş çöpü ilə sanki ot formasını veririk. Çünki bıçaqla kəsdikdə kəskin idi, ucları otlara, yəni səmənin düzəltisinə bənzəmirdi. Bu elədir ki, sizin tamamilə xəyal gücünüzdən asılıdır. Yəni hazırladıqca, forma verdikcə baxın, özünüzlə düzəliş eləyin və əminəm ki, çox zövqlü işdir. Hazırladıqca, necə deyim, yaradıcılıq tələb eləyir, daha gözəl dekorlar ortaya çıxarda bilərsiniz. Və səməninin lent hissəsinə olduqca incə lent kəsməyə çalışacağım. Dediyim kimi, gil xəmirində elastiklik olmadığına görə çox asan sına bilir. Və kiçik miniatürlər hazırlamaq biraz çətindir və böyük hazırladıqca işiniz daha asanlaşacaq. Yəni, ölçü böyüdükcə daha rahat olur. Səmənin alt boşqabı üçün istənilən formada özünüz qab hazırlaya bilərsiniz.
Səməninin ikinci formasını göstərirəm, yəni bükmədən sadəcə bu formada, silindr formasında gil xəmiri, kənar hissələrin ilk öncə bu formada cızırıq və son olaraq orta hissəsinə başlayacağım. Sizə iki model səməni göstərdim ki, hansı sizə rahatdır, hansı əlinizə uyğundur, o formada hazırlayasınız. Bir gün ərzində tam quruyur və quruduqdan sonra başlayıram boyamağa. Qəhvəyi rəng üçün ayrıca qutu aldım ki, çox istifadə edirəm. Əgər sizdə yalnız quaş boya paketidirsə, burada 6 rəng boya olur və mən kanalımda paylaşmışam hansı rənglərdən hansı rəngi ala bilərik. Eyni zamanda qəhvəyi rəngi hansı rəng qarışığından əldə eləmək olar. Yəni hazır əlinizdə yoxdursa, özünüzdə əldə eləyə bilərsiniz. Orta hissəni tünd qəhvəyi boyadım. Qoğal üçünsə bizə narıncı rəng lazım olacaq. Sarı ilə qırmızının qarışımı. Bu hissələri ehtiyatla boyayın ki, lentə nə qədər az dəysə, bir o qədər səliqəli olacaq. Son olaraq quruduqdan sonra üzərinə şəffaf dırnaq boyası çəkəcəm. Rənglər daha canlı olur və solmur, daha uzun ömürlü olur. Parlaqlığı da olur. Eyni zamanda rənglər canlı və tünd olur. Bunu mən vernik əvəzi çəkirəm. Yəni onu da deyim ki, bu ayrıcı olaraq qutu formasında satılır. Amma sizə daha rahat olsun deyə dırnaq boyası, adi dırnaq boyası istənilən yerdən əldə eləmək olar. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək kanalımıza abunə olmağı, videolarımıza rəy bildirməyi unutmayın.